Gəlmişəm Bakıda ilk dəfə rəssam olan məşhur dırnaq ustası Anju xanımın yanına. Salam. Azərbaycanda demək olar ki, Anjela xanımı tanımayan yoxdur. Dırnağa insanın öz portretini çəkməklə hər yana səs salmışdı. Mən özüm də 4 il əvvəl Anjela xanımda toy dırnaqlarımı etdirmişdim. Etdiyi dırnaqlar, əl işləri o qədər möhtəşəmdir ki, məncə Bakıda onun kimisi yoxdur. Səfər öncəsi yenidən Anjela xanıma yazıldım və fərqli bir dizayn istədim. Ona getdiyim ölkənin xüsusiyyətlərini dedim və o da ona uyğun dırnaq etdi. Bu arada sağ olsun məni çay və meyvəyə qonaq etdi. Bu dəfə həyatımda ilk dəfə akvariumlu roza etdirirdim. Anjela ağlınıza gələ biləcək ən çətin, ən fərqli dizaynları edə bilir. Onun əlində shell lak, gel lak, üst forma gel, akvarium, vykladnoy French, həmçinin 3D dizayn, 3D roza kimi çətin proseslərin hamısı çox asandır. Bu sənəti öyrənmək istəyənlərə Anju xanım kurs keçərək bütün sirlərini öyrədir. Təsəvvür edin, sıfırdan texnika kursları, baza və təkmilləşdirmə, həmçinin dizayn, face art və Disney art kursları belə keçir. Bu dəfə mənim dırnağıma 3D roza ilə akvarium etdi. Ümumiyyətlə Anju xanımın yanına ən məşhur müğənnilər belə gəlir. Dırnaqların qalıcılığı isə 2 aya qədər çəkir. Anju xanımın səhifəsini aşağıya qeyd edəcəm ki, siz də bu möhtəşəm əl işlərindən xəbəriniz olsun.